Fariz Mehdiyev təqdim edir. Hörmətli qonaqlar, dəyərli insanlar. Bugün biri-birindən gözəl istedada malik olan sənətkarlarımız bu ünvana təşrif buyurub. Mən hər birinə xoş gəlib, səfər gətirib deyirəm, hər birini də ürəkdən salamlayıram. Hər biri də öz elimizin, obamızın gözəl sənətkarlarıdır, dəyərli insanlarıdır. Havi Şımıqlı, Azər Fərmalıoğlu, Arzulan qardaşımız, Aşıq Nəbi, Aşıq Nazım, Asudə xanım, Aşıq Rasim, Arzu qardaşımız, Pərviz Mübarizioğlu və bizim dostumuz qardaşımız Sahil Laçınlı buradadır. Rafiz Gədəbəyli, hər biriniz ürəkdən salamlayıram, xoş gəlib, səfər gətirib istəyirəm ev sahibi adından və bu ev sahibinin mənə olan göstərişidir və mənə deyirlər ki, Aşıq mən Aşıq Nəbi deyəsən tələsirlər üzümlü səbəbdən. Mən ilk olaraq elə sənətkarlarımıza söz vermək istəyirəm, ürək sözlərini, təbriklərini bu ünvana, bu valideynlərə çatdırsınlar. Mən elə bir daha xoş gəlib, səfər gətirmək istəyirəm və elə çox danışmadan mikrofonu sizə vermək istəyirəm. Buyurun. Eşq olsun, təşəkkür edirəm qardaş. Biz də Aşıq Nəbi adından, öz adından Yaşar qardaşımıza göz aydın verim. İnşallah bu gözəl balasını Allah xoşbəxt eləsin, yanlarından olsun. Fariz qardaşımız həqiqətən də bizim üçün əziz qardaşlarımızdan biridir. Bir daha xoşbəxtlik arz edirik, Allah xoşbəxt eləsin inşallah. Bugün ciyər axşamıdır bildiyimiz kimi, səhər inşallah gözəl bir toy məclisi olacaq. Hələ indidən təbrik edirik qardaş. Çöllər yavaş-yavaş yaşıl geyinir, bahar gəlir, dağlar qara tələsir. Anasından ayrı düşmüş körpə təşbəli çöllüm, bu dağlara tələsir, bu dağlara tələsir. Deziksəm də bu tükanlı qəfəsdən, məhbəs məni sala bilməz həvəsdən, ürəyimdə bir niskinli nəfəsdən sağalmağa neçə yara tələsir, dəli çöllüm bu dağlara tələsir. Sücayətam arzu məxdim var hələ, baxdım gəzir qulaqları kar hələ, gözü yaşlı yol gözləyir yar hələ, heç bilmirəm ay Fariz qardaş ömür, hara tələsir, dəli çöllüm bu dağlara tələsir. Nəbi qardaşımızın da təbriklərini eşidək. Eşq olsan. Mən də bu gözəl gün münasibətənlə bütün məclis əhli, sizlərin hər birini təbrik edirəm. Bizim gözəl musiqiçi qardaşlarımızı təbrik edirəm. Fariz bizim o gənc yaşından, gənc də demirəm, hələ lap belə uşaq yaşından ağsaqqallığı qazanmış, elimizdə, ovamızda tanınmış, doğrudan bizim Gədəbəyimizin mədəniyyət xəzinəsi olan aşıq sənətinə də öz tövbələrini vermiş bir insandır. Allah Teala'dan Fariz qardaş, sənə nə arzu edirsənsə, hamısının çin olmağını mən də arzu edirəm. Valideynlərin göz aydın olsun. Hər iki tərəfi təbrik edirəm. Bizim gözəl musiqiçilərimiz, ustadlarımız əyləşib burada. Hər birini salamlayıram və Sahil qardaşımız. Mən çox məmnunam ki, zəhmət olmasa ayağa qalxasın ağa qardaş. Bizim bax bu Arzu qardaşımız da səni ayrıca qeyd edirəm. Sahil qardaşımız deməli Aşıq Azər usta. Gədəbəydə aşıq sənəti bir qədər təşəkkür tapıb da indi minusu ilə, pilisu ilə nə qədər varsa Gədəbəydə gözəl bir gənci Pərviz qardaşımızla 5 yaşından saz əlində heç kimi təəccübləndirmirdi. Laçın aşıq sənətinin də böyük tarixi, böyük keçmişi var. Amma son dövrlər bir qədər bilməm, muğamın təsirindən nəyinlə biraz zəifləmişdi. Eşq olsun sahilə, elinə, bizim Laçınlı gənc aşıqlarımızın şərəfinə alqışlar gəlsin, çox xahiş edirəm. Aşıq sənəti bu xalqın tarixidir. Həmişə bizim ustadlarımız deyir, aşığın boğazı yorulan kimi muğama keçir. Aşığın boğazı yorulandan muğam da böyük sənətdir. Aşıq sənəti də böyük sənətdir. Amma eşq olsun, haradakı bu tariximizə söykənib, bu sənətimizə bir balaca xidmət edən insanlar varsa, bu mənada Sahil qardaşım. Bir daha siz ürəkdən alqışlayıram. Çox mübarəkdir. Sizin bu məclisin tamaşasına bilsəydim bir cütdə göz gətirərdim.
İndi bax, dostların qəlbini sindirməyə inan kirpiyimlə köz gətirərdim. Ay Fariz qardaş, desəm, biz sənətkarların borcuydu sənin toyunda iştirak eləmək. Aşkın azim bir dəqiqə. Amma o qədər bir-birindən dəyərli sənətkarlar var ki, indi Rafizi mi seçək, Habili mi seçək? Hə? Habillə çox verir, Habillə, bəlkə büyük Rafizlə oxuyalım. Ay Rafiz gəl. Ay Rafiz gəl. Dəyəcəklə bu şırıqlar yerini pərəsti edir, elə şey yoxdur. Habillə çox görürlər bizim. Bilmirəm, nə ayırsan, qayr Allaha bana. Sizin bu məclisin tamaşasına, Fariz qardaşım, bilsəydim bir cütdə göz gətirərdim. Dostların qəlbini sindirməyə inan kirpiyimdə köz gətirərdim. Açdım qapıları dost dəli kimi, sevindim səhərin ülkəri kimi. Vəfada mehri ilə müştəri kimi ilqarı, imanı düz gətirərdim. Şeir məclisində nər gərəklərə, seçməyə verərlər zəri zərgərə. Aşıq Nazim, ixtiyarımız olsaydı bax bu Rəşid Poladovunun gəzdiyi yerlərə əbədi solmayan yaz gətirərdik. Poladovlu gedər düz məclisinə, gəzdirər dostların göz məclisinə. Bax bu Fariz Mehdiyevin, Fariz qardaşımızın bu xeyr işinə, toy məclisinə 1900 tellidə saz gətirərdik, bir ürək tutumuz söz gətirərdik. Eşq olsun. Hamzının şəhərindən şərəfinə Kəndin hər neymətdən yenə var payı, qayanın kək otudağın qarpayı, uzanıb yatdığın çəmən sarbayı ayrasınız usta. Nə yaxşı görüşlük, nə yaxşı yenə. Bu da yəhərləyib mindiyin bozdaş, səbr eylə ürəyim, səbr eylə tablaş. Ömrümün bəzəyi aköhnə qandaş, nə yaxşı görüşlük, nə yaxşı yenə. Həsrətdir yamaca oyala əmlər, meyl edir yarpıza umaca əmlər. Ay quzu otaram balaca əmlər, nə yaxşı görüşlük, nə yaxşı yenə. Eşq olsun, yazan var, yaylıqların və xasıqlar vaxtı yoxlamağa gəlir. Haber alanlar her
Yada saldım ay İmamoğlu. Aman olmuş kendinizde qonaq qaldım ay İmamoğlu. Daha ne işler görürsən? Kendimizin çınalı damağımdan getmir dadı. Çay çörək verən olmalı zorla aldım ay İmamoğlu. Ayrı ne işler görürsən? Kendimizin qar boranı, tuttur dağı aranı, qapınızdaca mal qaranı dama saldım ay İmamoğlu. Enver, həsrət oldu payın. Ömrü gödər ilin, ayın. Ürəyimi soruşmayın, qaldı çoban tüfəyində. Əmələ kəsmənin çəkildə, çəkildə, qonaq gəldim sizin kəndə. Osman deyər bax bu iki gündə laf qocaldım ay İmamoğlu. Qocalıq hər birinizə qismət olsun, ürək alırmasın, torunu mübarək olsun.
balası Fəyyat ay Mirzə. Oyatan bəxtini, oyatan. Dərələri gəzən Səyyad ay Mirzə. Hər sənin kimi Xəyyat ay Mirzə. Sənin yer yolunda sadaqadır mı? Gələn qonaqlarımızın hamısının gələn yollarına biz sənətkarlar səcdə edirik, baş əyirik və sizə təşəkkür edirik. Sağ olun.